Heç vaxt omega-3 haqqında həqiqətin nə olduğunu düşündünüzmü? Gəl, səs-küyü aradan qaldıraq və həqiqəti öyrənək. Omega-3 əsas yağ turşularıdır. Bu o deməkdir ki, bədənimiz onları öz-özünə istehsal edə bilmir. Biz onları qidamızdan almalıyıq. Məsələn, qızıl balıq və sardina kimi yağlı balıqları düşünün. Amma bir problem var. Siz həqiqətən kifayət qədər alırsınızmı? Şok edici dərəcədə insanların 90%-i almır. Tarazlı bir pəhriz həmişə başlamaq üçün ən yaxşı yerdir. Amma əlavə vasitələr boşluqları doldurmağa kömək edə bilər. Sadəcə diqqətli olun, çünki bütün əlavələr eyni deyil. Bədəninizin həqiqətən əmilə biləcəyi keyfiyyətli məhsul aldığınızdan əmin olmaq üçün təmizlənmiş və üçüncü tərəf tərəfindən test edilmiş olanları axtarın. Və bu yalnız ürəyiniz üçün deyil. Omega-3-lər beyniniz və ümumi sağlamlığınız üçün də əladır. Ümumi sağlamlıq üçün gündəlik ən azı 500 mg EPA və DHA birləşdirilmiş miqdarı hədəfləyin. Bəs omega-3 haqqında həqiqət nədir? Bu vacib bir qidadır. Lakin qəbul etdiyiniz miqdar və keyfiyyət həqiqətən əhəmiyyətlidir. Sağlamlığınız üçün ağıllı seçimlər edin.